Qədim zamanlardan insanları maraqlandıran iki məsələ var idi. Bir, təminatlı şəkildə özlərini qorumaq, digər tərəfdən də yol salmaq ki, mübadilə olsun, alış-veriş baş tutsun. Bu gün də bu qayğılar insanların üzərindədir. Dövlət olaraq, xalq olaraq. Hamı çalışır ki, birincisi təhlükəsizlik şəraiti dərinləşsin və digər tərəfdən də insanlar, xalqlar arasında olan mübadilə, sonra alış-veriş, digər tərəfdən ticari əlaqələr onlar inkişaf etsin. Çünki onlar insanlara, toplum və xalqlara rifah gətirir. Və ilk növbədə əgər əvvəllər, qəbilələr, tayfalar, toplumlar bu məsələləri əlahiddə bir tərzdə həll edirsə, indi isə dünya elə bir durumdadır ki, xalqlar birgə artıq eyni dalğaya köklənərək həm çalışırlar dayanıqlı bir təhlükəsizlik olsun, sabitlik dərinləşsin və digər tərəfdən də kommunikasiyalar elə bir tərzdə fəaliyyət göstərsin ki, onların planları reallaşa bilsin. Salam, hörmətli tamaşaçılar. Bilirsiniz ki, Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri artıq davam eləyir və dünən də biz bu mövzuya bir neçə dəfə proqramımızda toxunduq və bu günləri əsas gündür, çünki danışıqlar, məsləhətləşmələr bu gün baş tutacaq liderlər arasında və bilirsiniz ki, bu səfər Çin Xalq Respublikasının sədri Si Jinpingin şəxsi dəvəti ilə baş tutur. Və bu bir daha onu göstərir ki, Bakı ilə Pekin arasında çox etibarlı əlaqələr artıq formalaşıb. Digər tərəfdən ölkələr bir-birlərini dəstəkləyirlər müxtəlif meydanlarda və həm də biz bir neçə formatlarda həm də eyni üzvlük belə deyək də imkanlarımızı həyata keçiririk. Və təbii ki, bu hadisəyə çox böyük maraq var. Tək bizim ölkələrdə deyil, çünki Avrasiya məkanında Azərbaycan, Çin və bizim digər tərəfdaşlarımız həmahəng tərzdə elə bir layihə və proqramlara yerinə yetirirlər ki, birincisi sabitlik olsun, sonra digər tərəfdən də insanların artıq birgə səylərlə həyata keçirdikləri layihələr uğur gətirsin. Və bu istiqamətdə artıq Azərbaycanın da, Çinin də özlərinin birgə layihələri demək olar ki, çoxluq təşkil edir. Yeri gəlmişən dünənləri enerji sahəsində artıq 5-6 sənəd imzalandı, bu gün isə bu prosesin də davamı olacaq. Beləliklə biz bu günləri bax bu mövzuya yenidən qaydırıq, çünki çox vacib mövzudur və digər tərəfdən də bizim gələcəyimizə aydınlıq gətirən bir proseslərdir bunlar hamısı. Bizim bugünkü iştirakçılarımızı sizə təqdim edirəm. Milli Məclisin deputatı Sevil Mikayılova, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və iqtisadçı ekspert Elman Sadıqov. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul etmişsiniz. Mən istərdim indi elə proqramımızın başlanğıc hissəsində biz xüsusi müxbirimiz Vüsal Mətləbi dinləyək. O, Çin Xalq Respublikasındadır. Demək, Azərbaycan heyətində, tərkibindədir, daha doğrusu heyət tərkibindədir. Və o indi bizə son təfərrüatlarla bağlı və bugünkü günlə bağlı bəzi məlumatları çatdıracaq. Vüsal, salam. Vüsal, mən sizi bir daha salamlayıram. Eşidirsiniz bizi yəqin ki. Və istərdim, bax, proqrama bağlı. Xoş gördük, bəli. Çin Xalq Respublikasının sədrinin iqamətgahından salamlayırıq sizi. Bir qədər əvvəl Azərbaycan Prezidentinin dövlət səfərinin protokol ənənələrinə uyğun olaraq bu iqamətgahın qarşısında yerləşən böyük meydanda mötəbər bir qarşılanma mərasiminə, rəsmi qarşılanma mərasiminə şahidlik etdik. Daha sonra liderlərin ikitərəfli görüşü keçirildi, nümayəndə heyətlərin iştirakı ilə geniş tərkibdə görüşü keçirildi və şübhəsiz bu görüş media açıq olan hissədən və təbii ki, qapalı olan hissədən ibarət idi və ikitərəfli əlaqələrin hazırki vəziyyətini və perspektivlərini qiymətləndirmək baxımından əhəmiyyətli idi. Hazırki vəziyyət dedikdə xüsusilə iki istiqaməti fərqləndirə bilərik. İki ölkə arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq. Siyasi dialoqun yüksək səviyyədə olduğunu qətiyyətlə demək olar. Xüsusilə o kontekstdə ki, ötən ilin iyulunda Astanada iki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanıb. İqtisadi əməkdaşlıq əlaqələrində də dinamika müşahidə olunur. Xüsusilə qeyd etməliyik ki, ticarət dövriyyəsi, əmtəə dövriyyəsi sürətlə artmaqdadır və artıq Çin Azərbaycanın 4-cü ticarət tərəfdaşıdır. Eyni zamanda idxal mənbəyi olaraq birinci ölkədir, ilk sırada qərarlaşır idxalçı ölkə kimi. Eyni zamanda perspektivlərdən danışdıq və bu perspektivlər nədən ibarətdir? Təbii ki, iqtisadi sahədə bir çox istiqamətlər var, ancaq nəqliyyat sahəsini xüsusilə fərqləndirmək olar. Kəmər yol layihəsi hansı ki, Çinin təşəbbüsü ilə reallaşır. Çindən Avropaya doğru uzanan nəqliyyat dəhlizinin Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan
orta dəhliz Azərbaycanın rolunu Çin üçün Cənubi Qafqazda artırmaqdadır və şübhəsiz bu layihənin bir-birinə inteqrasiyası, sinxron şəkildə həyata keçirilməsi həm Çinin, həm Avropanın, həm Mərkəzi Asiya və Azərbaycanın maraqlarına cavab verir. Nəqliyyat daşımalarından söz düşmüşkən, iki ölkə arasında daşımalarda da ciddi artım var. 2024-cü ilin statistikasına baxsaq, təkcə iki ölkə arasında daşımalarda 80%-dən artıq artım qeydə alınıb. Eyni zamanda bu səfər çərçivəsində aparılan müzakirələr, əldə olunan razılaşmaların həm iki ölkə, həm də regional əməkdaşlıq baxımından yeni mərhələni, yeni səhifəni açacağı şübhə doğurmur. Bizim isə hələlik bu günə, bu saata buradan təqdim edə biləcəklərimiz bu qədər. Təşəkkür edirəm. Vüsal, çox sağ olun. Sağlı olsun bu günləri. Biz qarşıdan gələn proqramlarımızda yenidən sizi eşitməyə hazır olacağıq. Təşəkkür edirəm, uğurlar. Belə, yəni Azərbaycan və Çin arasında olan münasibətlər genişlənir, dərinləşir və bu prosesə də həmişə işıq salan ilk növbədə siyasi dialoqdur ki, Bakı ilə Pekin arasında həqiqətən də çox etibarlı bir ünsiyyət yaranıb və həm də biz yada salsaq ki, həqiqətən də ötən ilin yayın əvvəlində demək ki, Prezident İlham Əliyevlə sədr Si Jinpingin çox ətraflı danışıqları oldu və digər tərəfdən də onlar çox vacib bir sənədə imza atdılar. Yəni strateji tərəfdaşlığı artıq demək olar ki, hüquqi baxımdan həkk etdirdilər və biz yaxşı xatırlayırıq ki, orada bir çox sahələr var ki, demək olar biz səylərimizi birləşdirməyə həm hazırıq, həm də bu prosesi edirik, həyata keçiririk. Və Sevil xanım, mən istədim ilk növbədə elə siyasi aspektə biz toxunaq. Çünki həqiqətən də biz görürük indi dünya arenasında bu siyasi çəkişmələr, digər tərəfdən anlaşılmazlıqlar, sonra mövqələrin haçalanması, bunlar artıq bir adi hala çevrilib və bu zəmində hətta münaqişəli vəziyyətlər də yaranır. Amma biz deyəndə ki, Çinlə Azərbaycan arasında çox etibarlı münasibətlər formalaşır, bu o deməkdir ki, həm də tək bizim iki ölkə yox, digər ölkələrdə, tərəfdaşlarımız da bu məsələdən bəhrələnəcəklər. Və mənə elə gəlir ki, burada siyasi zəmin son dərəcə bir, belə deyək də, möhkəm bir platformaya çevrilib. Necə düşünürsünüz? Əlbəttə, Azərbaycan və Çin arasındakı münasibətlər, xüsusən son biz əgər 10 illikləri götürsək, kifayət qədər dinamik inkişaf edirdi. Biz 1992-ci ildə Çinlə diplomatik əlaqələri qurduq, elə aprelin 2-sində. Amma yəni 30 ildən biraz artıq vaxt keçibdi. Amma biz baxsaq son 10 illiklərdə xüsusilə bu dinamikanın nə qədər yüksək vüsət aldığını görürük və təbii ki, burada sizin qeyd etdiyiniz kimi siyasi aspektin gücləndirilməsi çox böyük önəm daşır. Və biz bunu xüsusi qeyd etməliyik ki, Çin bəli dünyanın nəhəng dövlətlərindəndir. Çin dünyanın aparıcı iqtisadiyyatlarından biridir və bəlkə də birincisidir. Amma Çin öz tərəfdaşlarını seçməkdə kifayət qədər dəqiq, dürüst və korrektdir. Yəni istənilən ölkə ilə münasibətlərə daxil olanda Çin bütün maraqları, amma eyni zamanda dövlətə nə qədər etimad göstərmək olar, bu parametrə xüsusi olaraq diqqət yetirir. Şeyx xanım, üzr istəyirəm, özdə Çinlilərin xasiyyətində belə bir göstərici var. Onlar heç vaxt bu prosesə tələskənliyə yol vermirlər. Yəni uzun müddət bunlar müşahidə edəndən sonra artıq son qərarı verirlər. Təmkinli millətlər, bəli, haqlısınız və qərarlarını verməkdə isə kifayət qədər, yəni düşündükdən sonra bu qərarı verirlər, götür-qoy edirlər. Və biz əgər münasibətlərimizin söylədiyimiz kimi dinamikasına və təbii ki, onun iqtisadi segmentinə də baxsaq, artan rəqəmlər özü-özlüyündə onu deməyə əsas verir ki, bəli, biz münasibətlərimizi etibarlı bir fazaya daxil etdirə bilmişik və xüsusilə Çin rəhbərliyinin Azərbaycana olan etimadı bir kəmər, bir yol layihəsində bu tezi bəli, irəli sürmüşlər ki, biz ora dost dövlətləri dəvət edirik və Azərbaycan da bu kəmərə daxil, bu marşrut xəttinə daxil edilmişdir. Eyni zamanda biz Cənab Prezidentin səfər öncəsi müsahibəsində xüsusi bir notu qeyd etməliyik ki, qeyd etdi, Azərbaycan həmin layihənin ikinci investorudur Çindən sonra. Yəni biz əgər layihədə aparıcı qüvvəyə də çevrilə bilmişiksə, artıq bu o deməkdir ki, bəli, az əvvəl ötən il imzaladığımız həmin o strateji tərəfdaşlıq haqqındakı razılaşmanın demək olar ki, müddalarını biz artıq realizə etmiş olmuşuq. Elə bundan əvvəl sadəcə olaraq bu sənəd bu münasibətləri möhürləyibdir. Və biz Şanxay Əməkdaşlıq Təşkilatındakı artıq dialoq əməkdaşlığı üzrə tərəfdaş statusunu qazanmağımız və hardakı
Çin və Rusiya aparıcı dövlət kimi və onun təsisçi ölkə kimi çıxış edirlər. Yəni biz müxtəlif belə deyək istiqamətlərə baxsaq, burada siyasi anlaşma və iqtisadi belə deyək segmentin də üstünlük təşkil etdiyini söyləyə bilər. Yəni iqtisadiyyatın əsas məhvərini təşkil edən əlbəttə ki, ixrac və idxaldır. Və bu məsələdə də əgər biz Çin bizim üçün birinci idxalçı ölkədirsə, eyni zamanda biz deməli Çindən dördüncü, əgər Azərbaycana ixrac edən ölkələr sırasında dördüncü dövlət kimi onu qeyd ediriksə, düşünürəm ki, biz münasibətlərimizin artıq keyfiyyətcə də yeni bir mərhələdə inkişaf etdirdiyimizi əminliklə söyləyə bilərik və mən digər bir amili qeyd etmək istəyirəm. Biz siyasi, iqtisadi əsas olaraq segmentlər üzərində dayanırıq, amma humanitar sahədə düşünürəm ki, çox önəm daşıyan bir məsələdir və humanitar sahəni gücləndirmədən bu iki segmenti gücləndirmək də kifayət qədər çətin olur. Və biz bugün təbii ki, çox böyük məmnunluq hissi ilə qeyd edirik ki, Çində Azərbaycan dili, Çin Universitetində Azərbaycan dili fakültəsi açılıb fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanlı tələbələr də Çin dilini öyrənmək üçün bu universitetlərdə təhsil alırlar. Eyni zamanda turizm sektorundakı son illərdə, son dövrlərdə nəzərə çarpacaq dərəcədə böyük bir dinamikanın olması, turistlərin sayında, səyahətçilərin Azərbaycana gəlməsi, Azərbaycanlı səyahətçilərin Çinə səfər etmələri, bütün bunlar onu göstərir ki, yəni bu yaxınlaşma sürət alıb, davam eləyir və nəticə var ortada. Yəni nəticə də söylədiyimiz o rəqəmlərdir, iqtisadi yüksəlişdir və eyni zamanda Çinin Azərbaycana beynəlxalq platformalarda da göstərdiyi dəstək təbii ki. Bəli, demək həqiqətən də dialoqun da öz formatı var, o da genişlənir. Və bu günləri artıq demək prezident İlham Əliyev və sədr Si Jinpingin görüşü olub, geniş tərkibdə də artıq danışıqlar gedib və biz görürük ki, Çinin xüsusilə nə böyük marağı var Azərbaycana. Bəli, biz təbii ki, ayrı, fərqli mən deyərdim, geosiyasi çəkidə olan məmləkətlər olsaq da, buna baxmayaraq, yəni biz həm vahid hədəflər ətrafında birləşmişik, digər tərəfdən də bizim bir çox geosiyasi məsələlərə baxışlarımız üst-üstə düşür və bu vacib, mən deyərdim, bir amildir və göstəricidir. İstərdim bir qədər biz geriyə qaydaq, ötən ilin, demək, iyul ayının 3-ünə və dediyim kimi Prezident İlham Əliyevlə sədr Si Jinpingin arasında görüş olmuşdu, danışıqlar baş tutmuşdu və o proseslərlə bağlı dövlət başçısının özünün fikirləri var. Gəlin onları dinləyək, sonra söhbətimizi davam etdirəcəyik. Я рад, что наши с вами встречи носят регулярный характер и придают важный импульс развитию всесторонних отношений между нашими странами. Особо хотел бы отметить взаимную поддержку в международных структурах, поддержку территориальной целостности и суверенитета наших стран, что выражается в различных документах, которые принимаются на двустороннем уровне. Также хотел бы отметить активную дипломатию на уровне министерств, ведомств, государственных структур, общественных организаций наших стран, плодотворное сотрудничество между Коммунистической партией Китая и партией Новый Азербайджан. Все это укрепляет наши связи. Мы рады тому, что товарооборот между нашими странами растет, достиг 3 миллиардов долларов и имеет потенциал к росту. Азербайджан уже открыл в 6 городах Китая торговые дома, тем самым старается продвигать свою продукцию на китайский рынок. Ну и также мы с удовольствием видим рост экспорта из Китайской Народной Республики в Azərbaycan. Artıq ölkələrimiz arasında mal dövriyyəsinin səviyyəsi 3,7 milyard dollar təşkil edir və 4 milyarda biz yaxınlaşırıq. Yəni bir qısa zaman kəsiyi keçdikdən görürsünüz artıq nə boyda artım var. Yəni 2 milyarddan biz yüksəlmişik. Və bu günləri həm də imzalama mərasimləri olub, demək, həm də Prezident Əliyevlə sədr Si Jinpingin birgə bəyanatı da artıq səsləndirilib. Bu
o deməkdir ki, yəni strateji tərəfdaşlığa bizim həm də yeni əlavə baxışlarımız var və eləcə də demək Çin tərəfi bizə minalardan təmizlənmə işində yaxından kömək eləyəcək. Yəni Xarici İşlər Nazirləri səviyyəsində müvafiq bir sənəd imzalanıb və nəhayət vizaların sadələşdirmə məsələsi də pasportların istifadəsi ilə bağlı, daxili pasportun istifadəsi ilə bağlı. Bu da bir daha sənəddir və bu da bir daha göstərir ki, yəni nə dərəcədə bizim ölkələrimiz bir-birinə açıq siyasət yürüdə bilirlər. Fərəc müəllim, mən istərdim bax sizi dinləyək hansı kontekstdə? Yəni Azərbaycan regional liderdir, bizim tərəfdə biraz yığcam ölkə olsaq da biz də liderik. Çin ümumiyyətlə dünya səviyyəsində lider ölkədir və əlbəttə ki, bu iki mərkəzin bir-birinə olan həm istəyi, diqqəti, qarşılıqlı belə deyək, işgüzarlığı bu vacib bir, mən deyərdim, həm də siyasi resursa çevrilən məsələlərdir. Və bu baxımdan əlbəttə ki, üçüncü qüvvələrin də burada iştirakı var. Onlar heç də birmənalı qarşılamırlar bizim yaxınlaşmamızı. Və biz görürük ki, dünya arenasında hansı proseslər görürsən ki, qəfildən birdən oyanır və hətta insanları necə deyim, tərk-islah eləmiş bir vəziyyətdə tutur. Bax, biz anlayırıq ki, Çinin özünün rəqibləri var, bizim özümüzün rəqiblərimiz var və bu məsələlərdə əlbəttə ki, neqativ təsirləri də gözləməyə dəyər. Yəni biz sadəcə vaxtında bunlardan sığortalanmağı gərək özümüzə bir vəzifə kimi müəyyən eləyək. Mən istədim ki, bu məsələyə münasibət bilərsiniz ki, hazırlığımız mənə elə gəlir ki, kifayət qədərdir ki, biz özümüzü əminli hiss eləyək. Mən sizinlə tam razılaşıram ki, təbii ki, təsirlər olacaqdır və düşmən tərəfdə yatmayıbdır. Çalışacaqlar ki, belə böyük uğurun qarşısını alsınlar və yaxud da ki, zəiflətsinlər. Amma indiki dönəmdə bu görüşün, bu münasibətlər sisteminin qurulması çox əhəmiyyətlidir. Yəni, hər dövr üçün böyük dövlətlərlə, aparıcı dövlətlərlə münasibətlər, hər dövlətə xeyri eləyər. Amma indiki dönəmdə, indiki çağırışlar vaxtı ki, dövrün trendinə uyğun olaraq artıq münasibətlər sistemi dəyişməyə başlayıbdır. Həm dostluq münasibətləri sistemi dəyişməyə başlayıb, həm də elə düşmənçilik siyasətdə dəyişməyə başlayıb. Dünənə qədər hərbi bazalarla dünyanı fəth eləmək istəyənlər indi bazarlarla fəth eləməyə çalışırlar. Və göründüyü qədər bu daha çox Çin modelidir və hər kəs öz siyasətində redaktörlər eləyir və bu siyasəti ortaya gətirməyə çalışır. Belə bir məqamda xüsusən də indi Çin və Amerika arasında, iki qütb arasındakı ciddi tartışma vardı. Azərbaycan kimi dövlət, iki dövlətlə də, bu dövlətlərlə, bu qütblərlə balanslı siyasət yürütməsi bizim dövlətimizin xeyrinədir və Azərbaycan tərəfi təbii ki, hər tərəfindən normal siyasət yürüdür. Heç bir savaşda səngərdə cəbhə tutmur. Amma ticarətdə hər kəslə ticarətdə vardır. Avropa İttifaqıyla da ticarətdə, normal ticarət varımızdır. Çinlə də indi onu qururuq. Amerikanla da münasibətlərimizi yaxşılaşmağa çalışırıq. Azərbaycan tərəfi unikal bir siyasət yürüdür. Bura çox qəliz mürəkkəb bir yerdir və açığı belə yerlərdə dövlət başçısının improvizə eləmə qabiliyyəti, operativ qərarlar vermə, bəzən tək başına bir toplantıda gözlənilməz şəkildə xüsusi bir münasibəti sərgiləməsi həm risklidir, həm də çox bu məsələdə istedad tələb edən məsələdir. Yəni, indiki halda kəndirbəz siyasəti deyək ki, yürütmək lazımdır. Kiçik bir səhv böyük risklərlə qarşılana bilər. Amma Azərbaycanın köklü bir siyasəti vardır. Daim olaraq hər kəsdən sıfır problemli bir siyasət yürütməyə çalışır və qazan-qazan prinsipi ilə davranır. İstəyir ki, bölgədə olan barış, dünyada olan barış iqtisadi maraqlara söykənsin. Yəni, hər kəs qazansın və orada sabitlik yaransın. Azərbaycan Çinlə münasibətlər sistemi, siz bayaq Sevil xanımla danışanda da bir məqama toxundunuz. Münasibətlər sistemi təkcə Azərbaycan üçün əhəmiyyətli deyil. Həm bölgəmiz üçün əhəmiyyətlidir, həm də Türk Dövlətlər Təşkilatında olan Türk dövlətləri üçün də çox əhəmiyyətlidir və dolayısıyla da Türkiyə üçün də çox əhəmiyyətlidir. Bu çox ciddi amildir, çünki bir kəmər, bir yol məsələsində bizim bu Türk Dövlətlər Təşkilatının iştirakı məsələsi həm xam malla zəngin olduğu üçün, həm də ki, logistik imkanlarla bağlı olaraq Çindən dərin əməkdaşlığa vacibdir. Həm də hər iki tərəf buna məcburdur, çünki istəsələr də başqa yerdən yük daşımalar elə bilmirlər. Düzdür, Çinin indi İranda Bəndər Abbas limanı götürüb deyək ki, icarəyə və orada genişlənmə işlə aparır. Amma bu çox vəsait istəyir axı. Okeana çıx və gəl orada bir stop elə. Üzrstəm, orada ikinci limanda var, Çabaxar. İkincisini də götürüb, bəli. Həm də Pakistanda Çinin fəallığı var, Qubadaxar. Burada məsələ, əsas məqsədi isə
Çindən Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və orada limana girib getməkdir. Bu bir neçə dəfə yük daşımalara, dəyişmələrə səbəb olacaqdır, logistik imkanlarda. İntermodal daşımalar, intermodal. Bəli. Amma Azərbaycan üzərindən aparılan bu siyasət, ki, logistik imkandakı araşdırmaları vardı, müqavilələrdə həm də bu xəttlə bağlı ki, razılaşmaları vardı. Bu, əhəmiyyətli hər iki tərəfin daha yaxşı qazanmasına səbəb olacaqdır. Həm də açığı, biraz böyük dövlətlərdən, qonşu böyük dövlətlərdən kiçik dövlətlər həmişə ehtiyat edirlər. Ki, bundan çox dərin inteqrasiya gələcəkdə onun peşinə çevrilməsi səbəb ola bilər, yoxsa yox. Azərbaycan Çindən aralıdır, bu bizim həm də avantajımızdır. Orta Asiya Türk Respublikaları Çindən və Rusiyadan çox ehtiyatlanırlar. Və ona görə bir balans siyasəti qurmaq istəyirlər. Türkiyə, Türk Dövlət Təşkilatı tərkibində Rusiya və Çinlə bir balans siyasətdə gedirlər. Son vaxtlar ilə o Orta Asiya Respublikalarının Kipr məsələsində, Yunan Kipr məsələsində atdığı addım da ciddi qınaqlara səbəb olmasına baxmayaraq, onun kökündə biraz da sığorta zənciri axtarmaq, sığorta ip axtarmaq dururdu. Yəni, bir balanslı siyasət qurmaq, Avropa İttifaqının investiyasını bura gətirmək, təhlükəsiz əmanət almaq və s. Yenə sizə istinad edin ki, bayaq dediniz, bu həm də iqtisadi münasibətlər deyil, bu həm də siyasi münasibətlər və siyasi təhlükəsizlik münasibətləridir. Əvvəlki dönəmdə deyək ki, qlobal siyasətdə geopolitikanın özü əsas idi, üst idi. Geoiqtisadiyyat biraz at yapıdaydı. Yəni, o geosiyasətə qulluq edirdi, siyasətə qulluq edirdi. İndi şərtlər dəyişdi. Siyasət daha çox iqtisadiyyata qulluq eləməyə başlayıb. Amerika siyasətə baxaq, məsələn, 50-ci illərdə onlar bir proteksionist siyasət yürüdürdülər. İndi yeni proteksionist siyasət yürütmək istəyirlər. Çünki o uğurlar qazanmışdılar. Hər kasıbayların hər imkanları böyüdü, daxildə toparlanma vardı. İndi yenə də korporasiya geri qaytarırlar, şirkətlər geri gəlsin falan, belə bir siyasət yürüdürlər. Yəni, belə bir dönəmdə Azərbaycan tərəfinin bu böyük, həm də coğrafi mənada özündən kənarda olan böyük güclə çox normal münasibət bəsləməsi iki şeyə dəlalət edir. Azərbaycan bunu ilk dəfə təcrübədən keçirmir. Məsələn, Azərbaycanın bəziləri səhti baxan proseslərə qınayırdılar ki, bir vaxt Rusiya ilə biz Ukrayna-Rusiya müharibəsi başlayanda ki, müqavilə bağladıq. Bəli. O müqavilə çox ciddi bir sığorta sənəti idi əslində. Təhlükəsizlik sənəti idi. Yəni, baş verən o toqquşmada Azərbaycan tərəfi özünü qoruma sənəti idi. Üzr istəyirəm sizdən, Fəric müəllim, həm də o Rusiyanın marağında olan bir sənəd idi. Əlbəttə. Çünki faktiki olaraq Rusiya özü bilirdi ki, artıq hərbi kampaniya başlayacaq və ona lazım idi ki, ətrafda olan dövlət və Azərbaycan kimi işlək vəziyyətdə olan bir məmləkət tərəfləri maraqları var da. Yəni, Azərbaycan tərəfi maraqları uzlaşdırmağı bacardı. Bu gün də Çin ilə münasibətlər sistemində Azərbaycan təkcə iqtisadi məsələlərə alınmır. Azərbaycan elə bir vəziyyətdədir ki, indi Azərbaycan çox ehtiyac var. Həm bizim yeraltı yerüstü sərvətlərimiz, logistik imkanlarımızla bağlı olaraq. Məsələn, Çin ilə Hindistan arasında ərazi iddiaları vardı. Bu səngin müftü məsələ və böyük dövlətlər, xüsusən Amerika bundan çox faydalanır, bu məsələdən faydalanır. Bugün Hindistan Ermənistana çoxlu köməklər eləyir. Bizim bugün Çinlə yaxınlaşmağımız, o bölgədə həm də Pakistanla çox ciddi yaxın münasibətlərimiz o deməkdir ki, o bölgədə Azərbaycan tərəfi, düşmən tərəfi siz ki, dediniz ki, oynamağa çalışacaqlara. Artıq utduq. Yəni, biz bu tərəfdə üstünlüyü ələ keçirdik. Mən ona görə hesab edirəm ki, indi söhbətin gedişində daha geniş toxunarıq. Ölkəmizin xarici siyasəti unikal şəkildə bu məsələlər hesablanmış məsələlərdirlər və bunun altyapısında da başqa ciddi daha çox məsələlər dayanacaqdır. İndi müqavilələr bağlamaqda davam edir. İndi dünən 5-6 müqavilə bağlanmışdı. Çox ciddi müqavilələr idi. Hesab edirəm Çindən almalı olduğumuz çox şey var. Çinə sata biləcəyimiz də çox şey var. Və gələcəkdə də burada çox ciddi başqa bir amil var. Kobalt ehtiyatları dünyada ən çox Türkiyədə və Çindədir. Təkcə enerji ehtiyatlarını Avropadakı bu günləri daha çox 12 milyard nə qədər vəsait vardı Orta Asiya respublikalarında. Oradan istəyir ki, litiumu, kobaltı, başqa materialları daşısın. Sabahları Çinin özü Azərbaycan neft qazı verir Avropaya bir yerlərin təhlükəsizliyi, təmin enerji təhlükəsizliyi. Sabah Çində olan bu materialların da bizim üzərimizdən daşınması və bizim özümüzdə istifadə ilə bağlı olaraq müəyyən məqamlar üçün də baza yaranır. Əlbəttə. Çünki dünyanın böyük dövlətləri artıq digər enerji ehtiyatları üzərində siyasətin qurmağa başlayıb. Ona görə mən hesab edirəm ki, bu səfər, bu yanaşma və bundan əvvəlki yanaşmalarda kimin nə deməklə asılı olmayaraq, Azərbaycan modeli yanaşma deyək ki, çox vektorlu bir siyasətdir. Çin özü də çox vektorlu siyasət yürüdür bütün dövlətlərlə münasibətlərdə. Amma bunu uzlaşdırmaq belə nəhəng bir dövlətlə, bizim dövlət indi belə ölçüsünə görə deyək də kiçik dövlət olmasına baxmayaraq, əhəmiyyətinə görə çox böyük dövlətdir. Biz əslində
Heartland deyilən, dünyanın qəlbi deyilən yerdə boğaz çiçəyi. Buranı kimi tutdusa əslində onundur. Çin də ona çalışır. Burada böyük bir rəqabət vardı. Yəni onların bizə çox ciddi şəkildə həm də ehtiyacları vardı. Bizim təkcə onlara ehtiyacımız yoxdur. Bəli. Amma bunu uzlaşdırmaq da bir ustalıq tələb eləyir. Mən Azərbaycan xarici siyasətini müəyyənləşdirən cənab İlham Əliyev başda olmaqla, Xaliçin Nazir başda olmaqla bütün əmək olanlara təşəkkür edirəm ki, belə unikal bir siyasət yürüdürlər. Bəli, və Çin Xalq Respublikasının mən deyərdim düşünən beyinləri, siyasi institutları ilk növbədə hər ölkənin xasiyyətnaməsini özləri üçün müəyyən edirlər ki, bu ölkə bir qütbə bağlıdır, yoxsa yox. Bu ölkə həqiqi, belə deyək, müstəqil siyasət yeridir, yoxsa yox. Və bax, bu zəmində məhz onlar Azərbaycanın həqiqətən də müstəqil siyasətini dəstəkləyirlər. Çünki, məsəl üçün, elə ölkələr var ki, onlar bir mənalı deyirlər ki, biz Avropaya doğru artıq addımlamağa başlayırıq. Biz integrasiyayla Avropanı özümüz üçün müəyyən etmişik və elə ölkələrlə bağlı Çinlər özləri ehtiyatla tərpənirlər, davranırlar. Və bu da anlaşılandır. Çünki Çinlə Qərb onlar ənənəvi, əzəli, belə deyək, rəqiblərdir. Ən yaxşı halda rəqiblərdir. Demirəm, düşmənçilik də var aralarında. Və əlbəttə ki, bir-birlərindən onlar hesab aparırlar, digər tərəfdən də çalışırlar maksimal dərəcədə çox müstəqil dövlətlərin bir çoxlarını özlərinə yaxınlaşdırsınlar. Və biz də bir mənalı şəkildə tək Çinə bağlı deyil ya, bütün qütblər var ki, hamısı ilə biz münasibətlərimizi tənzimləmişik. Sonra onları inkişaf etdiririk və həqiqətən də rəsmi Pekin də bunu dəyərləndirir ki, Azərbaycan sözün əsl mənasında balanslı yanaşır bütün proseslərə. Və təbii ki, burada geosiyasi proseslərin də açarları hardasa iqtisadi zəmində gizlənir. Siz bayaqlar düz buyurdunuz ki, həqiqətən bir vaxtlar var idi ki, siyasilər artıq belə deyək, dəbləri müəyyən edirlər. İndi iqtisadçılar artıq bu proseslərdə ön sözü deyirlər və təbii ki, burada bir özünə məxsus harmoniya da yaranır. Mən istərdim biz indi bu məqamda Prezident İlham Əliyevin son dövrdə Çinin CTGN demək şirkətinə verdiyi müsahibədən bir fraqmenti dinləyək. O orta dəhlizlə bağlıdır. Siz bayaqlar dəhlizlərə toxundunuz və sonra biz Elman müəllimə keçəcəyik. Çünki bu sözün əsl mənasında ən strateji məsələdir bu saat dünyada. Boğazlar, keçidlər, dəhlizlər. Buyurun. Azərbaycanın orta dəhlizlə bağlı mövqeyi sadəcə tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdi. Artıq qeyd etdiyimiz kimi biz strateji tərəfdaşıq, lakin eyni zamanda orta dəhlizin, Azərbaycan segmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək. Bəli, mən görürəm, sizin həmişə yeni məqsədləriniz var. Bəli, elədir ki, var. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yük aşırma qabiliyyətinə malik olmaq idi və bu da 10 illiklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Beləliklə, mən bir daha xatırladım ki, bu Prezident İlham Əliyevin CGTN media qrupuna verdiyi müsahibədən bir fraqment idi və təbii ki, Prezidentin də bütün fikirləri Çin Xalq Respublikasının həm işgüzar dairələrində, həm siyasi dairələrində çox böyük diqqətlə, maraqla qarşılanıb. Çünki həqiqətən də Çinin böyük gözləntiləri var Azərbaycanla bağlı. Və təbii ki, bir çox hallarda iqtisadi layihələr, proqramlar, onlar cazibəli görünürlər. Amma onların hətta daxilində bəzi risklər də olur. Elman müəllim, istərdim, bax, bu məsələ ilə bağlı siz öz fikirlərinizi bildirəsiniz. Çünki biz deyirik, dəhlizlər, əlbəttə ki, dəhlizlər bu günləri aparıcı rol oynayır. Bütün dünya ticarətində, iqtisadi əlaqələrində. Amma onlarla bağlı da risklər var. Bax, onları biz necə qarşılamışıq və necə onlarla artıq biz davranırıq? Tamamilə doğrudur, təşəkkür edirəm. Əvvəla ondan başlayaq ki, Cənab Prezidentin Çin Xalq Respublikasının media orqanına verdiyi müsahibədə
çox önəmli bir məqamə toxunması əlbəttə təqdirə layiqdir, çox gözəl oldu. Bu Çinə açıq-aydın bir mesaj idi ki, biz təkcə dəhliz ölkəsi olmaq istəmirik. Həm də burada müəssisələrin açılması, İnfrastrukturun yaranması, investisiyaların qoyulması, istehsal və emalın olması bizim üçün çox önəmlidir. Burada nə üçün bu vurğulanır bu məsələ? Çünki Çin son 20 il ərzində yeritdiyi əsas siyasət bundan ibarət idi ki, limanları, yəni dəhliz üzərində, dəhliz yolu üzərində olan limanları müxtəlif vasitələrlə, icarə və sair, girov götürmək, yəni ələ alaraq sadəcə olaraq öz məhsulunu ixrac etsin. Amma bu illər ərzində Çin gördü ki, hətta Kəmər yol layihəsini 2013-cü ildə ortaya qoydular və orada 3 əslində yol var. Şimal, orta və cənub. Və göründü ki, ölkələr bu məsələlərə çox ehtiyatla yanaşırlar. Çünki ölkələr investisiyada istəyir. Yəni, hər bir ölkənin özünün iqtisadi marağı var. Bəli, Çinin iqtisadi marağı öz ixracını deməli, təşviq etməkdir, genişləndirməkdir. Avropa həmin məhsulları alır, dünya həmin məhsulları alır. Biz də bir tranzit rolu oynayırıq, digər ölkələr də həmçinin. Amma Çin əgər öz nüfuz dairəsini artırmaq istəyirsə, bu halda investisiyaların genişlənməsi, müəssisələrin açılması, sahibkarlığın inkişafı məsələlərində də həmin ölkələrdə müəyyən rol oynamalıdır, o cümlədən infrastrukturun genişlənməsi. Bu məsələni həm biz ortaya qoyduq, həm də Cənub-Şərqi Asiya ölkələrinin özləri, məsələn, Malayziya və digər ölkələr də, əgər biz Çinin bu ixrac məsələlərində rol oynayacaqsa, onda o zaman bu məsələlər qarşılıqlı şəkildə öz həllini tapmalıdır. Çin əslində bu məsələlərə biraz, siz bayaq çox yaxşı bir söz dediniz, Çin həmişə sakit və tələskən olmayan bir mövqe sərgiləyir və Çin burada çox tələskən olmayan, səbirli bir mövqe sərgilədi və öz siyasətini davam etdirdi. Ta o vaxta kimi ki, Amerika prezidenti Trump çox aqressiv bir şəkildə tarif siyasətini ortaya qoydu və artıq yeni düzəndə konkret olaraq müəyyən məsələlər görünməyə başladı. Və burada Çin, fikir verirsinizsə, Çin deməli başçısının Malayziya və digər Cənub-Şərqi Asiya ölkələrinə səfəri, mən həmin səfərləri də izlədim və orada artıq ritorika dəyişdi. Orada tamamilə fərqli məsələlər ortaya qoyuldu, investisiyaların qoyulması və s. Niyə? Çünki faktiki olaraq hal-hazırda Amerika və Çin arasında təkcə ticarət müharibəsi getmir. Amerika və Çin arasında artıq təkcə valyutalarının müharibəsi getmir. Faktiki olaraq iqtisadi müharibə başladı. Və bu iqtisadi müharibədə hər kəs yanına nə qədər çox ölkəni cəlb edə bilərsə, onun qalib gəlmə imkanı çoxdur. Və xoş olmayan məqamlardan biri ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları hətta belə bir ritorikadan da istifadə etdi ki, kim Çinin yanında, xüsusilə Çin prezidentinin son səfərində, kim Çinin yanında olarsa və yaxud da Çinə bu məsələlərdə daha çox yardım edərsə, o zaman Amerika öz yardımlarını kəsəcək və Çin də əks ritorika ilə eyni şəkildə bir məsələ ortaya qoydu və nəticə etibarilə bugün biz görürük ki, konkret olaraq Azərbaycan kimi ölkələr, bayaq Fərəc müəllimin də çox gözəl vurğuladığı kimi, çox vektorlu bir siyasət yürüdür və bu məsələləri açığı o qədər də öz iqtisadi maraqlar çərçivəsində bu məsələləri kənara qoyaraq konkret olaraq həm Qərblə, həm Amerika, həm Çinlə, həm qonşu ölkələrlə öz əlaqələrini gücləndirir. Çünki əslində bütün dünyaya bu cür ölkələr lazımdır. Biz dəfələrlə nəyi vurğulamışdıq? Azərbaycan nə üçün bu gün, baxmayaraq ki, bəzi hallarda bəyənmirlər, amma qaz məsələsində, ticarət məsələsində Azərbaycanı çox hörmətlə qarşılayırlar. Çünki Azərbaycan 30 ildir özünün bütün ticari öhdəliklərini qeyd-şərtsiz yerinə yetirən, heç bir siyasi şıltaqlıq ortaya qoymayan, sanksiyalara, embargolara qoşulmayan, sadəcə olaraq iqtisadiyyatı və ticari öhdəlikləri ön plana çıxaran bir ölkədir. Sağlam mövqe ilə yanaşan. Bəli, belə ölkəyə həmişə hörmət eləyirlər və təkcə ticari tərəfdaş hörmət etmir.
üçüncü dövlətlər də Əlbəttə. baxırlar ki, bu dövlətin prinsipi budursa, demək bu dövlətlə iş görmək olar. Əsas məsələ düşünürəm ki, bundan ibarətdir və ölkə prezidentinin məhz kəmər yol deməsinin də əsas məsələlərindən biri bundan ibarətdir ki, artıq həmin kəmər yolun orta dəhlizdən keçməsi şansı get-gedə çoxalır. Və biz əslində bizim istəyimiz ondan ibarətdir. Əslində Orta Asiyada bunu istəyir. Əslində açığı Avropada bunu istəyir. Çünki biz bunu da qəbul etməliyik. Bu mənim sözüm deyil. Bu İtaliya baş nazirinin sözüdür. Biz qəbul etməliyik ki, artıq qərb parçalanır. Yəni bizim o düşündüyümüz qərb hansı mənada Amerika və Avropanın məsələləri, maraqları artıq haçalandı. Və burada artıq Avropa özünə başqa bir strateji yol müəyyən eləyir. Bu yollardan biri Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsidir. Həmin ölkələrin də başında Çin durur. Və bu əlaqələrində keçdiyi dəhlizin üzərində Qafqaz durur, Azərbaycan durur, Orta Asiya durur. Ona görə hal-hazırda bu regiona olan maraq bizim düşündüyümüzdən də qat-qat böyük və dərindir. Çox böyükdür, bəli. Və həm də mən bir haşiyə çıxmaq istəyirəm. Siz bayaqları Amerika ilə Çin arasında olan çəkişmələrə toxundunuz. Hətta indiki prezident Donald Trump birinci dönəmində kadensiyasında, yadınıza gəlirsə, səhv etmirəmsə 16-cı il idi və o dövrdə Çinin çox böyük bir proqramı var idi ki, Avropa istiqamətində limanların nə qədər imkan varsa onlarla demək əlaqələri qursun və bunu sənədlərlə təsdiqləsin. Və Xi Jinping çox böyük 500 nəfərli heyətlə İtaliyaya səfər etdi. Romada onu çox böyük coşquyla qarşıladılar və nəhayət əsas məqsəd nə idi? Aralıq dənizində İtaliyanın 2 limanını artıq götürmə söhbəti idi. Yəni onlarla o 2 limandan biri deyəsən Genoa idi. Çaşarım indi mən xatırlayıb deyərəm birazdan. 2 limanla bağlı demək çox böyük saziş imzalandı və bu məsələyə Donald Trump'ın reaksiyası nə oldu? Dedi ki, İtaliya, rəsmi Roma bizə arxadan zərbə vurdu. Yəni Amerika İtaliyanın müttəfiqi kimi gözləyirdi ki, Çin o gəldiyi heyətlə istədiyinə nail ola bilməyəcək. Amma o nail oldu və 2 limanı onları götürdülər. Deyəsən biri Port Brindisi idi, biri də deyəsən Genoa idi. Səhv etmirəmsə. Mən hər halda bunu yoxlamaq lazımdır. Amma mahiyyət bundan dəyişmir. Yəni indi biz prezidentimiz məsəl üçün Ələt limanı haqqında danışır. Yəni faktiki olaraq limanlar hamısı demək olar ki, get-gedə öz strateji əhəmiyyətini yüksəldir və bu yük daşımaları ki var, intermodal dəniz, quru, dəniz, quru və s. Bax, bunlarla bağlı əlbəttə ki, Çin bir böyük istehsalçı qüvvə kimi əlbəttə ki, özünün strategiyasını həyata keçirir və istənilən tərəfdaşla da çalışır. Qarşılıqlı şəkildə faydalı münasibətlər qursunlar və burada söhbət aldatmaqdan getmir. Yəni, siz bayaqları Fərəc mənim dediniz, siz də dediniz, Sevil xanım da buyurdu ki, qazan-qazan prinsipi var burada. Yəni, mən kimisə acığına nəyisə eləyim, mən qazanım, kimisə itirsin, belə yanaşma yoxdur. Yəni, bu qeyri-sağlam, belə deyək də, tendensiyalar bizdən uzaqdır. Biz əksinə, siz dediyiniz kimi, sağlam cərəyanların tərəfindəyik və onları da həm özümüz gücləndiririk, yaşadırıq və həm də göstəririk ki, bəli, bizim dostluqda, tərəfdaşlıqda bir örtülü məsələlərimiz yoxdur. Hər şey şəffafdır. Bəli, belədir vəziyyət və çox ürəkaçan bir mənzərədir ki, Azərbaycanla Çin arasında həqiqətən də artan, yüksələn xətt üzrə artan münasibətlər var və Sevil xanım, mənə elə gəlir ki, biz haradasa deyə bilərik ki, yolun hələ bəlkə də heç ortasına çatmamışıq. Yəni, elə böyük planlarımız var, digər tərəfdən qarşılıqlı təkliflərimiz var və bunları zaman-zaman da canlandırmaq lazımdır və digər tərəfdən də elə prezidentimizin də bir fikri var idi ki, bizim dövlətlər arasında yüksək səviyyəli səfərlər artıq tez-tez baş tutur. Digər tərəfdən müxtəlif nazirliklərin, korporasiyaların nümayəndələri tez-tez görüşürlər. Heç də budur ki, Bakıda, ya Pekində, ya Çində, hətta dünya belə deyək səhnələrində. Və bu ona işarə edir ki, bəli, biz o proseslərin hamısını intensivləşdirməkdə maraqlıyıq və mənə elə gəlir ki, bizim burada böyük bir fiasko gözləntimiz olmalı deyil. Çünki həqiqətən də biz praqmatik cəhətdən bu proseslərə, yəni həm biz, həm də Çin tərəfi.
Necə düşünürsünüz? Təbii, əvvələn söylədiyimiz kimi ortada real işlər, real layihələr var. Yəni biz sənədlərin imzalanmasını qeyd edirik, amma bu sənədlərin ardınca da yəni əməli iş müşahidə edir bu sənədləri və bu da onu deməyə əsas verir ki, yəni iki tərəfli münasibətlər əsnasında razılaşdırılmış bütün məsələlərdə hər iki tərəf, həm Azərbaycan, həm Çin bunları irəliyə aparmaqda israrlıdırlar və əməli işdə ortaya qoyurlar. O ki qaldı, yəni bölgəsəl ölkələr, yəni bundan hansı faydanı götürəcəklər və ümumən bu layihələri genişləndirmək mümkün olacaqmı? Mən düşünürəm ki, bu iki tərəfli layihələri həm də bir katalizator kimi, yəni irəliyə aparmaq üçün bölgəsəl ölkələrin də burada inkişafı əlbəttə ki, öz sözünü deyəcəkdir. Biz artıq yaşıl gündəliyin irəliyə aparılmasında Çin şirkətlərinin iştirakçılığını görəcəyik ki, yəni biz düşünürük ki, bugün müasir çağırışlar, xüsusən də ətraf mühitin qorunması və eyni zamanda resursların azalması fonunda bölgənin daha çox energetika, elektrika ehtiyacının duyulduğu bir dövrdə təbii ki, bu çox vacib bir addımdır. Çin dediyimiz kimi nəhəng iqtisadiyyatdır və Çinin elektrik enerjisinə olan tələbatı da təbii ki, durmadan artır və biz heç istisna etmirik ki, yəni zaman-zaman artıq yeni logistik infrastruktur yaranacaq ki, biz necə ki, Avropaya Qara Dənizin altı ilə, Qara Dəniz vasitəsilə elektrik enerjisinin nəqlini nəzərdə tuturuq. Eyni şəkildə, yəni biz Xəzərdən istifadə etməklə də və artıq planlaşdırılmış logistik xəritələr də ortaya qoymaqla Çinə də elektrik enerjisini istehsal ixrac etmiş olacaq ki, bəli, özü də çox vacib bir məqamdır. Eyni zamanda biz Mərkəzi Asiya və Azərbaycan arasındakı yolu da yaddan çıxartmamalı ki, bəli, bugün biz həm Birləşmiş Ştatlar, eyni zamanda da söylədiyimiz kimi Avropa Birliyinin maraqlarını görürük, amma bütün hallarda qapı Azərbaycandır və məhz bölgəsəl olaraq inkişaf etməyimiz, məhz bölgəsəl olaraq layihələrə daha çox tərəfdaşları cəlb etməklə də düşünürük ki, gündəliyimizi irəliyə apara biləcəyik. Və mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Çinlə Azərbaycan Respublikası arasındakı münasibətlərdə yəni layihələrin irəliyə aparılmasında niyə görə biz nəqliyyat sahəsini daha çox önə çəkirik. İşğaldan azad olunmuş ərazilərdə də Çin Respublikası, Çin Xalq Respublikası maraq göstərir və biz düşünürük ki, ümumən bu səfər çərçivəsində də Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərə dəvət olunması və orada fəaliyyət göstərməsi üçün də müəyyən sənədləşmələr aparılacaqdır ki, yəni bu həm də Çinin özünün iqtisadi maraqlarına uyğundur. Bu həm onun iqtisadiyyatının coğrafi olaraq genişlənməsini nəzərdə tutur. Həm də əlbəttə ki, Çinə bir belə deyək, siyasi təhlükəsizlik qarantı da yaratmış olur ki, Cənubi Qafqaz özlüyündə çox maraqlı bir bölgədir və bugün xüsusilə bir sıra dairələrin də belə deyək, daha çox fokuslandığı, müasir dünya düzəninin yarandığı bir dönəmdə fokuslandığı bir regiondur və məhz bu regionda Azərbaycan vasitəsilə öz iqtisadi iştirakçılığını təmin etmək düşünürük ki, Çin Respublikasının da maraqlarına daxildir. Eyni zamanda biz digər bölgələrin Çinin qonşu ölkələrinə olan maraqlarını da görürük ki, bəli, bunun özü də yəni maraq kəsb edir, amma bu əsas etibarilə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdir ki, yəni Azərbaycan, Türkiyə ilə münasibətlərini əslində istiləşdirməklə Çinin özünün də əməkdaşlıq arealı daha geniş bir çevrəni əhatə eləyəcək və bu mənada bəli, biz əlbəttə ki, imzalanacaq sənədlərin xüsusən bu region üçün də müsbət təsirlərini indidən proqnozlaşdıra bilərik. Seyid xanım, siz buyurdunuz ki, yəni elektrik enerjisinin nəqli də Çin tərəfə təmin oluna bilər və gəlin burada yada salaq, xatırlayaq ki, faktiki olaraq Azərbaycan, Özbəkistan və Qazaxıstan biz yeni bir iş birliyi, iş formatı, işgüzar formatı artıq təsis etmişik. Çünki üç ölkə arasında həm də müvafiq sənəd də imzalandı ki, biz birgə istehsalı və birgə xəttlərdən istifadə edəcəyik. Əlbəttə, ilk növbədə indi qərbi biz nəzərdə tuturduq, amma şərqə də siz buyurduğunuz kimi çox böyük bir lüzum var. Çünki Çin özü artan iqtisadiyyat
belə deyək, işaretlərini göstərərək demək olar ki, bütün enerji daşıyıcılar növlərinə maraqlıdır və onları götürməyə də hazırdır. Və təsadüfi deyil ki, bizim də Amerikanın, Qərbin bu sanksiyalar siyasətinin çalarlarını necə görürük? İlk növbədə Çinin nəyin vasitəsilə onlar dayandırmağa çalışırlar, Qərb dövlətləri? Elektrik. Həm də neft-qaz resurslarından istəyirlər onları məhrum etsinlər. Çünki əsas onlara ixrac edənlər Rusiya ilə İrandır. Hər ikisi ilə demək olar ki, Qərbin özünün xüsusi haqq hesabı var və hər ikisinin də demək göndərə biləcək o neft və qaz ehtiyatlarının qarşısını almaq istəyirlər. Ona görə İrana durmadan sanksiyalar tətbiq edirdilər, Rusiya durmadan tətbiq edirdilər, ayrı-ayrı şəxslərə, böyük şirkətlərin rəhbərlərinə və s. Yəni, faktiki olaraq burada biz görürük ki, sanksiyalar siyasəti bu dünya iqtisadını iflic vəziyyətə salma siyasətidir. Tofiq müəllim, ümumiyyətlə hazırda biz indi iqtisadi müharibələrdən danışdıq, tarif müharibəsi və s. Yəni yeni şəkilləndirilmiş müharibə və konfliktlər, onlar yeni termin olaraq dünyanın belə deyək geosiyasi gündəliyinə daxil olublar. Amma bəlkə də ən belə deyək aktual olanı bu gün söylədiyiniz o enerji daşıyıcıları və neft-qaz sahəsində, yəni daha çox bu müharibənin daha böyük şiddətli fazaya daxil olacağı da indidən artıq proqnozlaşdırılır. Yəni biz iqtisadi dirçəlişdən danışırıq, biz informasiya texnologiyaları sahəsindəki inqilablardan danışırıq. Bugün ümumilikdə rəqəmsallaşdırma, süni intellektin yaradılması, yəni bu kimi faktorları ortaya qoymuşuq ki, onlar gələcəkdə iqtisadiyyatın əsas məhvərini təşkil edəcəklər. Amma heç bir cihaz elektrik enerjisi olmadan işləyə bilmir. Və ona görə də bugün təsir, təzyiq elementi olaraq, vasitəsi olaraq daha çox söylədiyimiz kimi neft-qaz və bunun da əlbəttə ki, elektrik enerjisində daha çox istifadə olunur bir hissəsi və ona görə də bunu daha çox istifadə edirlər. Bəli, bugün biz yaşıl iqtisadiyyatdan danışırıq, bir gün biz elektrik mühərrikli maşınların, avtomobillərin istehsalından danışırıq, amma bu heç bir halda böyük bir hissənin neft-qaz üzərinə düşməsi, yəni onların istifadəsinin heç bir halda istisna etmir. Ona görə də bəli, Çin əlbəttə ki, bütün bunları göz önünə alır və artan əhali, artan iqtisadiyyat, təbii ki, artan resursları da tələb edəcəkdir. Ona görə də Çin öz tərəfdaşlarını seçməkdə az əvvəldə söylədiyimiz kimi kifayət qədər dəqiqdir, sərrastdır və praqmatikdir. Bəli, əlbəttə və gəlin hətta yaddan çıxarmayaq ki, əlbəttə ki, texnologiyalar, texnika, onlar inkişaf edirlər, amma insanın iştirakı olmadan heç bir cihaz işlək vəziyyətə gətirilmir. Gətirilə bilməz də. Yəni qərarları da yüksək idarəçilikdə də verən məhz insandır. İndi süni intellektdən biz çox danışa bilərik, ancaq hər halda insanın yerini heç nə vermir və bizim də rəhbərlərimiz, işgüzar dairələrimizin nümayəndələri onlar ciddi şəkildə çalışırlar ki, artıq qarşıda duran planların hamısını icra müstəvisinə uğurla gətirib çıxartsınlar. Təbii ki, bu proseslərin hamısının önündə gedən bir məqam da var, o da investisiyaların özünün mahiyyəti, roludur. Və təsadüfi deyil ki, bizim dövlət başçımız bu məsələyə həmişə böyük diqqət edir, eləcə də Çin media qrupuna verdiyi müsahibədə də bu məsələni bir qədər xırdalayır. Gəlin, diqqət eləyək. Biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Bu təbiidir ki, həm Bakı, həm Pekin bax investisiya proseslərinə həmişə yaşıl işıq yandırmağa həm hazırlar və bu prosesdə də həqiqətən də öz istəklərini əməllərlə təsdiqləyirlər. Bir daha xatırladıram ki, Prezident İlham Əliyevin demək
Çin Xalq Respublikasına dövlət səfəri davam eləyir və prezidenti həm də ailə üzvləri, elə o cümlədən birinci xanım Mehriban Əliyeva və ailə üzvləri müşahidə edirlər və son aldığımız xəbər də ondan ibarətdir ki, artıq aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar. Pekinin mərkəzində Tiananmen meydanının qərb tərəfində yerləşən bu Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən də Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqanı olan Çin xalq nümayəndələri yığıncağının da illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır. Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar İnşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə böyük və əsas auditoriumlar, konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin xalq nümayəndələri yığıncağı daimi komitəsinin daha doğrusu ofis binası da bura daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar təsis edilib. Bura dövlət tədbirlərinin olmadığı vaxtlarda, ayrı-ayrı müəyyən olmuş günlərdə ictimaiyyətə ziyarət üçün imkanlar açılır. Mən həm də xatırladım ki, 1994-cü ilin martın birinci dekadasında Öndər Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri olmuşdu və onun rəsmi qarşılama mərasimi məhz bax bu sarayda baş vermişdi. Belə, demək, biz həqiqətən də, necə deyərlər, yol gedirik və yola çıxanlar həmişə hər gözlənilməz hadisəyə hazırdırlar, amma digər tərəfdən ən həssas insanlar, qruplar, nə bilim, imkanlar tapırlar ki, həmişə hətta əlverişsiz vəziyyətdən belə özləri üçün böyük bir fayda əldə etsinlər. Və bu baxımdan mən elə bilirəm ki, Fərəc müəllim, bax bizim həqiqətən də əgər biz yol yoldaşıyıqsa, çünki bayaqları belə söhbətimizin əvvəlində də mən dedim, qədim zamanlardan insanlar həmişə yollar haqqında fikirləşirdilər. Çünki yollar həm də inkişaf anlamına gələn bir vasitələrdir və əgər yollar yoxdursa, insanların arasında ünsiyyət, mübadilə də ola bilməz. Və dəhlizlərdən danışdıq, sonra burada prezidentimizin fikrini dinlədik ki, investisiyalar baxımından biz də hazırlıqlı vəziyyətdəyik və təbii ki, bu dəhlizlərə qarşı çıxanlar da var. Tək bu Ermənistan deyil, biz bunu bilirik və hətta belə deyək, mikroskop altında Avrasiya məkanında baş verən proseslərə yanaşan dövlətlər, qüvvələr, institutlar var ki, onlar düz yerdə çalışırlar, problemli şərait yaratsınlar və bizim bölgəmizdə Zəngəzur dəhlizi, orta dəhlizin özünün müqəddəratı. Bax, hər halda indi biz dirənişin şahidiyik. Necə düşünürsünüz? Bax, bu qüvvələr ki, Zəngəzur dəhlizində qarşı çıxırlar, digər tərəfdən Azərbaycanın haqlı tələblərini çalışırlar, görməməzliyə vursunlar və nəhayət həm də bizim beynəlxalq səviyyədə olan vacib layihələrimizə artıq pəl vurmaq imkanlarını axtarıb tapırlar. Çoxmu bunların müqaviməti, belə deyək, öz qüvvəsini saxlaya biləcək? Çünki biz onsuz da demişik ki, biz istədiyimizə nail olacağıq. Bilirsiniz, bizim resurslar üzərindən bizə təzyiq eləmə imkanları arayanlar anlamırlar ki, o alət bizim əlimizdədir. Yəni, bizim imkanımız da ondan istifadə edilmək üçün daha çoxdur. Logistik imkanlar bizdən keçirsə, biz daha çox ondan istifadə edilir. Yəni, kənardan kimsə bu logistik imkandan bizim əleyhimizə istifadə eləsin. Ki, belə düşünürlər, uzun müddətli müqavimət göstərməyinə baxmayaraq bir şeylər çıxara bilmirlər. Amma təbii ki, böyük güclərin maraqları burada toqquşduğundan böyük layihələrdə toqquşur bir-biri ilə. Məsələn, burada Çin və Azərbaycan bir məsələdə çox ciddi şəkildə səylərini birləşdirirlər. Çin üçün bir anakonda siyasəti yürüdülür və çalışırlar ki, Çini artıq o anakonda siyasəti ilə təcrid eləsinlər. Əhatələsinlər. Avropada məsələ aydın idi. İndi Hindçin okeanında Avstraliya, Yeni Zellandiya, Yaponiya, Cənubi Koreya, Britaniya və Amerika birlikdə bir birliyi yaratması, orada mənişlər görməsi. Sonra İranın özünün sanksiyalara məruz qalması, indi Bəndər Abbası götürübdür Çin, doğrudur ki, oranı istəyir ki, genişləndirsin. Amma İran özü sanksiyalara məruz qalan bir yerdəsə, o qatar yoluna o yüklə daşımaq mümkündürmü? Burada deməli iki tərəfdən vəziyyət bunun üçün pisləşdi.
ən cənub yol olaraqdan da Afrika burnu təhlükəlidir və uzaqdır və Husilərin də məlum səbəblərdən o hissələrdə təhlükəsizlik təminatı yoxdur. Davud yolu deyilən yol işlək vəziyyətdə deyil. O Davud yolda nə Türkiyənin, nə bizim də maraqlarımıza uyğun deyil. Çünki o siyasi mahiyyət daşıyan bir yoldur və orada başqa fərqli bir istəklər olduğuna görə Azərbaycan və Çinin bu orta yolun bizim dəhlizin açılmasında ciddi marağı yaranır. Niyə Türkiyə, Çin istəyir ki, bizimlə bu məsələlərdə ciddi şəkildə əməkdaşlıq eləsin? Çünki Çin, Rusiya və İran arasında bir bufer zona vardı. Bu Türk Dövlətləri Təşkilatıdır və burada kim əgər söz sahibi olarsa, bu hissədən də logistik imkanlardan da yeraltı yerüstü sərvətlərdən də istifadə edə bilər. Xatırlayırsınızsa bir müddət əvvəl G5 plus Çin görüşü olmuşdu. Orta Asiya Respublikaları və Çin. Ondan sonra dərhal Amerika plus G5 görüşü olmuşdu. Eyni formatda. Özə çox düşündülər, Əfqanistan orada daxil etsinlər, yoxsa yox. Bütün bunlardan Avropa İttifaqı ilə Amerika arasında yaranan münasibətdən sonra dərhal Avropa İttifaqı 12 milyardlıq yanaşma, mən bunu rəmz olaraq deyirəm, ortaya qoydu və bu məsələni tez, tələm-tələsik qazanmağa çalışdı. Amma yenə yol məsələsi bizdən gedəcəkdir. Azərbaycan tərəfi, Azərbaycan prezidenti Çinlə münasibətdə də bir şey sübut elədi. Xüsusən Orta Asiya Respublikalarının son Kipr məsələsində atdığı addımdan sonraki prinsiplərdən dönmədən də nailiyyətlər əldə etmək mümkündür. Azərbaycan prezidenti Kiprlə bağlı, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı net şəkildə Antalya forumunda fikir bildirdi. Ki, biz sona qədər yanınızdayıq və müstəqil olana qədər də yanınızda olacaq. Yaxın günlərdə belə məlumat var ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin özündə toplanma imkanları ola bilər və may ayının amma 22-sində Türkiyədə toplanacaqlar qeyri-formal olaraq. Sonra əsas toplantı Azərbaycanda olacaqdır, Şuşada olacaqdır. Yəni Azərbaycan tərəfinə o 12 milyardlıq nə onu Azərbaycan ala bilirlər pulunu, nə təzyiq elə bilirlər. Amma Azərbaycan da prinsiplərdən dönmədən də işlərini görür. Eyni siyasəti, siz bayağı bir toxundunuz, seçdiniz. Mən Rusiya müqaviləsində toxunanda, Rusiyanın da eyni məsələni. Ticarətimiz yerində münasibətlər yaxşı, biz savaş açmırıq, xoş qonşuluq siyasi, amma Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq. Ukrayna humanitar yardımlar deyirik. Bu yaxında onların uşaqlarını da Azərbaycan gətirmişlər. Burada reabilitasiya məqsədli olaraq da gətirmişlər bura. Yəni bu məsələdə Çinin və Azərbaycan davranışlarına görə deyirəm ki, bu orta yola hər ikisinin ciddi şəkildə ehtiyacı vardı. Bir, mən bayaq dedim, Davud yolu və cənubdan keçən, İrandan keçən yol Türkiyə-Azərbaycan tandemlə sərfəli deyil. Azərbaycan çünki xarici siyasətində əsas prinsiplərdən biri budur ki, Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Bunu Azərbaycan prezidenti dəfələrlə sübut edib. Məsələn, Yunanistanın səfirini qəbul edəndə dediyi fikir yada salsaq ki, o necə sərt ifadələr işlətdi. Bir tədbirdə Türkiyə tərəfi yox idi. Azərbaycan tərəfi dedi ki, Türkiyə yoxdur, mən buradayam. Cavablarını verdi. Yəni o digər yollar ki, Türkiyə sərf eləmirsə, Azərbaycanda sərf eləmir deməkdir. Bu orta yolla bağlı ona görə kim mane olmağa çalışsa da, Avropa İttifaqı üzvləri olsun, başqaları olsun, bu yol, bu alət bizim əlimizdədir. Çin də burada məsələ əl qoyursa, mal satan tərəf budur, yol bizdədir və Türk respublikalarıyla da, Qazaxıstanla da, Özbəkistan, Türkmənistan, Gürcüstanla yaxşı münasibətləri vardır və onlarla da ciddi şəkildə iki tərəfli əlaqələr və çox tərəfli əlaqələr var Çinin və logistik imkan olaraq da bizdən istifadə etməyə çalışırlar. Və Avropanın da artıq başladılar bu məsələləri danışmağa. İndi siz əvvələ bir misal çəkdiniz limandan Avropanla bağlı olaraq oxşar bir şərait yaranıb. İndi Avropa İttifaqının özünün Çinə yanaşma ehtiyacları var və Çinin də onlara yanaşma ehtiyacları var Amerikanın təzyiqlərine görə. Ona görə orada da bəzi dövlətlər ki, Avropa İttifaqında ziqzaqlar yaranıbdır. Hər öz mənafeyini daha çox axtarmağa başlayıbdır. Buna mane ola bilməyəcəkdir. Təbii ki, Ermənistan tərəfi və onun ağaları, Fransa olsun, başqaları olsun, periodik olaraq məsələyə müdaxilə etməyə çalışacaqdır. Amma bir yerə qədər gəlirlər ki, artıq özlərinin mənafələrinə də bura xidmət edəcəkdir. O anda onlar Ermənistanın başqalarını artıq meymun batanda, suda batanda altına qoyduğu kimi ayağın altına qoyacaqdır. Artıq o məqamda yaşanır. Yəni ona doğru gedirlər. Ona doğru gedir. Ermənistan bugün ikili siyasət yürütməsində kökündəsində iki stulda oturmasının kökündə də odur. O görür ki, məsələn, birmənalı şəkildə Avropaya tərəf inteqrasiya xəttini tutanda Rusiya tərəfdən gələn kötəklərin qarşısını almayacaqlar bu məsələlərdə. Biraz başlayır fərqli davranmağa, ya İran siyasətində dəyişilməyə çalışır, ya Azərbaycana münasibətlərdə məcbur olub hər gün bir xoş deməli mesaj verir və Azərbaycanın qoyduğu prinsiplərə əməl eləmək məcburiyyətində qalır. Ona görə mən hesab eləmirəm ki, bu baskılar aradan qalxacaqdır, amma hesab edirəm ki, baskılar effekt verməyəcəkdir. Yəni Azərbaycan məsələdə hələ
Bu meydanda tək görsənir. Sabah Türkiyə ilə bir yerdə görsənəndə və yaxud da Türk Biz respublikaları görsənirik də tərəfdaşlarımızla, sonra yox, müttəfiqlərimizlə. yəni bu gün getdi tək görüşdü. Bəli, hə. Sabah bir yerdə bir orta bazar münasibətləri ortaya qoymaq istəyəndə ki, Azərbaycan artıq Orta Asiya respublikaları ilə Türkiyənin gömrük məsələlərinin yenidən baxır. Bu məsələdə bu faktor da mühüm olacaq. Çin alver məsələsində, logistik məsələlərində artıq deyək ki, bir birliyin Türk Dövlət Təşkilatının Çin ilə münasibətlər sistemində fərqli bir mənzərə yaranacaqdır. Bayaq dediyim kimi, o anakonda siyasəti ki var və bufer siyasəti kimi Türk Dövlətlər Təşkilatından hər kəs əl atır ki, istifadə eləsin. Bugün Trumpın cənab Ərdoğanın ünvana söylediyi xoş sözlər, xoşu gəlməzdən elə belə sevdiyindən deyil ki, Suriyadakı Türkiyənin uğurları, Liviyada ondan əvvəl mavi vətəndəki uğurları olsun, başqa bölgələrdə, Qafqazlarda olsun, uğurlar olsun. Bütün bunlar onu göstərir ki, bu dövlətlər üzərində ciddi savaş gedir, qazanmaq üstündə ciddi savaş gedir. Bunun qızıl körpüsü Azərbaycandır. Yəni bura söz sahibidir və buranın bizim Azərbaycanın imzası olmadan burada kimsə bu alətdən öz xeyrini istifadə edə bilməz. Bəli, belə bir allegoriya var da, bilirsiniz də. Deyir, dünya birliyi böyük bir okeandır və orada çox iri balıqlar, balinalarla bərabər xırda, orta balıqlar da üzürlər və ən ağıllı tərpənən, müdriklüklə yanaşma sərgiləyənlər onlardır ki, onlar o böyüklərlə bərabər üzürlər, amma onlara yem vəziyyətini xatırlatmırlar. Yəni biz o dərəcədə öz imkanlarımızı, bacarıqlarımızı artıq sərgiləmişik ki, bizə artıq qurbanlıq kimi, yəni Ermənistana bənzər qurbanlıq kimi baxmırlar. Əksinə, tam hüquqlu, bərabər hüquqlu şəkildə münasibətlər quran bir tərəf kimi artıq yanaşırlar. Və əlbəttə ki, bu işlərin hamısının çox böyük faydası var xalqlar üçün və digər tərəfdən də bütün tərəfdaşlar üçün. Və biz əlbəttə ki, bir ilk növbədə iqtisadi zəmində əldə olunan uğurlara nəzər yetirəndə rəqəmlərə diqqət çəkirik və onlar həqiqətən də dinamikanı da göstərir, sonra boşluqlara da bir işarə edirlər. Və mən istərdim ki, indi bizim aramızda olan o münasibətləri belə deyək də canlandıran rəqəmləri bir daha biz yada salaq, qrafikavamız var, ona gəlin bir diqqət edək. Çindən Avropaya 12 gün ərzində 7000 kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən orta dəhliz ilə ayda 2 dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2,5 dəfə artıb. Əlbəttə ki, belə rəqəmlər bizi sevindirir, amma bu o demək deyil ki, bu rəqəmlərə, bu göstəricilərə hamı sevinir. Təbii ki, rəqiblər, bədxahlar məyus olurlar və ona görə də bayaqlar mən Fərəc müəllimə risklərlə bağlı, sonra bizi gözləyə biləcək problemlərlə bağlı sual verdim. Bəli, onlar həmişə yaranır, yox yerdən görsən peyda olur, amma bunlara həm də hazır olmaq lazımdır. Çünki ilk növbədə tədbirli, sonra manevrli oyunçular istənilən riski layiqincə qarşılayırlar və yola salırlar. İlham müəllim, yəni biz bir dənə bir tendensiyanın da şahidiyik ki, dünya iqtisadiyyatında daim sıxlıqdır və hər bir oyunçu həm də özündə müxtəlif tərəflərdən gələn təzyiqləri hiss edir. Bu da aydın məsələdir. Çünki, necə deyim, dünya ümumiyyətlə özünə məxsus bir bazarı xatırladır və burada hər bir kəs çalışır, əlverişli şəkildə öz malını satsın, digərini üstələsin, qabaqlasın və s. və ilaxır. Və nəhayət biz gözəl bilirik ki, iqtisadi sahə bu çox egoistik bir sahədir. Hamı özü üçün istəyir. Amma bəzi hallarda istisnalar da var. Məsələn, biz görmüşük ki, Azərbaycan, gəlin bunu açıq etiraf eləyək də, bu heç bir PR, pafoslu bir deyim deyil. Neçə dəfə biz darda olan ölkələrə köməklik göstərmişik, donorluq etmişik, sonra sponsorluq köməyi göstərmişik, xüsusilə də pandemiya dövrünə qədər, onun əsnasında, ondan sonra da. Yəni, faktiki olaraq, bilirsiniz, burada o nümunələr həmişə həm də ona görə diqqət çəkir ki, mən hər şeyi qazanmalıyam, hər şeyi mən yeməliyəm prinsipi baş tutmasın. Çünki o çox təhlükəli bir yanaşmadır. Və bu baxımdan mənə elə gəlir ki, Azərbaycanın həqiqətən də özünün potensialı artdıqca biz həm də bir çox ölkələrə kömək edirik. Baxın, indi ən prioritet istiqamətlərdən biri Afrika qitəsidir. Çin orada çox fəaldır və nəhayət Türkiyə orada fəaldır, bizim strateji tərəfdaşımız və nəhayət Azərbaycanın özündə Afrika siyasəti var. Və bax, bu istiqamətdə bizi təbii ki, böyük
problemlər gözləyəcək hamımızı. Çini də, Türkiyəni də, bizi də. Amma bunlara baxmayaraq biz gərək öz necə deyim, məramımızdan dönməyək və işlərimizi vaxtında görək. Bax bu istiqamətdə hansı prioritetləri siz görürsünüz? Çünki Azərbaycana son dövrdə yadınıza gəlirsə Afrikanın 2-3 rəhbəri gəldi, Afrika dövlətlərinin rəhbərləri də gəldilər. Onlar demək gözəl başa düşürlər ki, həm Azərbaycanın nümunəsindən dövlətçilik idarə etmə sistemindən istifadə etmək lazımdır. Digər tərəfdən də təbii ki, o proseslərdə bizim həm də gözləntimiz ondan ibarətdir ki, biz Afrikada özümüz təmsil olunaq. İşgüzar dairələrimiz, sonra bizim mədəni, sivilizasiya incilərimiz və s. hamısı orada olsun. Bax, bu istiqaməti necə, orada bizim imkanlarımızı necə dəyərləndirirsiniz? Tamamilə doğrudur. İcazə versəniz, sizin toxunduğunuz bir neçə məsələyə qısa müddət ərzində nəzər salaq, aydınlıq gətirək. Birinci məsələ qeyd etdiyiniz rəqəmlərlə bağlı idi. O rəqəmlərin əsas mesajı bizə nədən ibarətdir? Əsas mesaj ondan ibarətdir ki, quru yolla daşınmaların həcmi artır və sürət artır. Yəni, ən çox verilən sual bundan ibarətdir ki, nə oldu indiyə qədər bu okeanlarla daşıyırdılar yükləri, indi bu orta dəhliz çıxdı, təcili olaraq bunun limanlar məsələsi çıxdı, ondan sonra çox tərəfli daşımalar ortaya çıxdı. Bu nə baş verdi? Bu baş verən məsələ odur ki, texnoloji inkişaf bizə imkan verir ki, biz daha qısa yolla həm dəmir yol daşımalarını, həm dəniz daşıması, həm quru daşımasını həyata keçirək. Çünki yüklərin bir-birindən, bir nəqliyyat növündən digərinə devr edilməsi texnoloji inkişaf sayəsində çox sürətlə baş verir. Ona görə hal-hazırda burada orta dəhliz ona görə bu qədər gündəmə gəlib, sürət artır, imkanlar artır. Hal-hazırda Çindən Azərbaycana 10-12 gün ərzində qatar gəlir və böyük yük qatarlarından söhbət gedir. Adi sürət qatarından söhbət getmir. Və ikinci bir məsələ bundan ibarətdir ki, qeyd etdiyiniz kimi, istər Afrika olsun, istər Yaxın Şərq olsun, ümumiyyətlə yeni bir düzən formalaşır. Qısa olaraq bu yeni düzən formalaşması bizim üçün hansı riskləri formalaşdırır? Biz nə üçün qeyd edirik ki, Azərbaycan çox ağıllı bir siyasət yürüdür, həm də riskli bir dövrdə yaşayırıq və çox incə yeriyirik bu məsələdə. 1907-ci ildə böyük böhran oldu Amerikada birjada və dolların məsələsi ortaya çıxdı ki, dollara inam ciddi şəkildə sarsılmışdı o zamanlarda və 1913-cü ildə federal ehtiyatlar sistemi quruldu və yeni düzənin konturları müəyyən olundu və ardınca 1914-cü ildə Birinci Dünya müharibəsi başladı. Birinci Dünya müharibəsi bitdi. Wilsonun məşhur 1919-cu ildə Millətlər Birliyi yaradarkən çıxışı var idi və onun da ardınca yeni dünya düzənini 20-ci illərdə qurmaq düşünülürdü. Bu baş tutmadı və 20-ci illərdə bir dünya düzəninin yaranması baş tutmadıqda İkinci Dünya müharibəsinə doğru gedildi və nəhayət 1944-cü ildə Bretton Woods, ardınca 1949-cu ildə NATO, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, IMF və s. yaradılmaqla yeni düzən formalaşdı. 1913-cü ildə formalaşmasına başlayan yeni düzən 1944-cü ildə demək olar vergülü qoyuldu, 1949-cu ildə isə nöqtəsi qoyuldu. 30 il ərzində görün dünyada nə baş verdi? İki dünya müharibəsi, pandemiya, böyük çöküş 1929-33. Hələ üzr istəyirəm sizdən Elon müəllim, hələ Amerikada böyük depressiya da oldu. 1929-33, bəli, böyük çöküş və həmin o, baxın, 30 il ərzində nələr baş verdi, nəyə doğru gedərkən bu yeni düzənə. İndi yeni düzən daha təhlükəlidir formalaşması. Niyə? Maliyyə imkanları artıb. Dövriyyə çox böyük artıb. O vaxtı dövriyyəsi ilə indikini müqayisə etmək belə olmur. Üçüncü məsələ, iki böyük güc formalaşıb. Dördüncü məsələ ondan ibarətdir ki, dünya yeni düzənə tək bir keçidlə keçmir. Texnoloji keçid baş verir. Alternativ enerjidən ənənəvi enerjiyə keçid baş verir. Əmək bazarı dəyişir. Dünyada güc mərkəzi dəyişir, Avropadan Cənub-Şərqi Asiyaya doğru keçdi. Bu qədər keçidin olduğu və qarşıya bu qədər vəzifələrin qoyulduğu bir vaxtda təsəvvür edin ki, hər bir ölkənin bir nömrəli məqsədi bu vəziyyətdə, bu keçid periodunda birincisi ayaqda qalmaqdır. Əlbəttə. İkinci əsas məqsədlərdən biri həmin keçid dövründə özünə möhkəm yer tutub, həmin yeni formalaşacaq düzəndə söz sahibi olacaq ölkələrdən birinə çevrilməkdir ki, Azərbaycanın əsas istiqaməti budur. Gələk Afrika məsələsinə. Afrika nə üçün bugün artıq vacibdir
və dünya ölkələrinin diqqətini cəlb edir. Biz bilirik ki, bəzi iqtisadiyyatlarda doyma prosesi gedir və ciddi rəqabət var. Yəni siz, məsələn, Çin, Amerika, Avropa nə qədər məhsul istehsal edib bir-birinizə sata bilərsiniz? Axı bazar doyur. Əlbəttə. Amma burada Afrikada bir açıq bazar var. Bazar var. Həm də xam mal ehtiyatları çox. Bəli. Və Afrikada bəzi ölkələr var idi, açığı Fransa. Və bu Fransa yeni düzəndə, yeni bu inkişaf yolunda sanki öz əvvəlki missiyasını davam etdirməklə məşğul oldu və baxıb gördülər ki, yenə də eyni şəkildə yanaşmalar, müstəmləkəçilik, yəni elə faktiki olaraq ölkələri istismar etmək və s. və Afrikadan çıxarıldı yavaş-yavaş. Və Afrikada bugün artıq siyasi və iqtisadi boşluq var. Bu boşluğun bir hissəsini Türkiyə doldurur. Artıq Çin ciddi bir şəkildə Afrikaya nüfuz edir. Çünki Avropa ölkələrinin nüfuz etmə şansları niyə zəifdir? Biz Afrikanı bir balaca yaxından biraz belə zoom etsək, baxsaq görürük ki, Avropa ölkələrinin Afrikada siyasi kreditləri tükənib. Çünki vaxtı ilə Afrikada həm Əlcəzair, istənilən sahədə, istənilən Afrika ölkələrinin istismarı, oradakı qırğınlar, ondan sonra genosidlər və s. Afrika bu Avropa ölkələrini o qədər də həzm etmir və çəkinirlər. Ona görə də artıq üzlərini çeviriblər Asiyaya doğru. Türkiyəyə qarşı böyük bir simpatiya var. Çinə qarşı həmçinin, Cənubi Koreya, Yaponiya və s. Rusiya da orada fəaldır. Rusiya da fəallaşmağa başlayıb. Ona görə Afrika böyük bir qitədir, böyük imkanları var. Böyük bazardır. Böyük bazardır. Biz Afrika dedikdə təkcə Somalini, Efiopiyanı nəzərdə tutmayaq. Bugün Cənubi Afrika Respublikası, Botswananın illik inkişaf səviyyəsi artıq 70-80-ci illərin Çinin inkişaf səviyyəsi ilə müqayisə olunur. Ümumdaxili məhsul hər il 15% artır. Yəni orada elə ölkələr var ki, çox sürətli bir inkişaf var. Bu inkişaf olduqca açılan bazar olur. Rifah artdıqca insanların istehlakı artır. Ona görə Afrika məsələsi çox önəmli bir məsələdir. Və mən üzrəm bu zəmində də Azərbaycanla Çin onlar həmahəng fəaliyyət göstərə bilərlər. Bir-birlərini tamamlaya bilərlər Afrika. Ya zaten bu danışıqların da əsas məqsədlərindən biri odur. Həm cənab prezident nə deyir? O çox önəmli bir mesajdır. Bizi təkcə dəhliz kimi görməyin. Avropaya mesaj veririk ki, bizi təkcə neft qaz ölkəsi kimi görməyin. Biz sizə elektrik verəcəyik gələcəkdə. Biz sizə yüklərin daşınmasında əsas rol oynayan ölkə olacağıq. Yəni önəmli olan məsələ bu imicin dəyişməsi və formalaşdırılmasıdır ki, biz yeni düzənin tələblərinə uyğun olaraq ölkəmiz üçün imiclər formalaşdırırıq və yeni düzənin mən düşünürəm ki, əsas o tələblər ki var, hələ qarşıda uzun yol var açıqcası. Hələ bu xəmir çox su aparacaq açığı. Ona görə də mən düşünürəm ki, burada ən önəmli məsələ həqiqi mənada öz yerini tapmaqdır və söz sahibi olmaqdır. Afrika məsələsində mən tamamilə razıyam, ölkəmizin yeritdiyi siyasət. Orada ən əsas məsələ bir küskün Afrika var. Bir incimiş Afrika var. Güvəni qırılmış bir Afrika var. Bu Afrikanı biz həqiqi mənada həm mənəvi cəhətdən, həm güvən olaraq, yəni onu qazanmaq, o güvəni və ondan sonra da iqtisadi əməkdaşlıq və orada məhsulların satılması, gələcəkdə ola bilər ki, ixracın genişləndirilməsi və s. istiqamətində də geniş imkanlar əldə edə bilərik. Tamamilə doğru vururlar. Çox sağ olun. Təbii ki, indiki zamanın belə deyək, məziyyətləri, sonra görünən problemlər bizdən bir şey tələb edir ki, biz birincisi çevik olaq, vaxtında operativ reaksiyanı verməkdə ləngiməyək və nəhayət öz yolumuza davam edək. Çünki bizim tutduğumuz yol həqiqətən də çox praqmatik, rasional bir yoldur və biz görürük ki, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında necə bağlı qapıları açır, digər tərəfdən yeni yolları salır və nəhayət xalqları bizə yaxınlaşdırır və mən təsadüfən yada salmadım ki, Afrika ölkələrinin çox böyük artıq Azərbaycana diqqəti var, yanaşması var. Onların könül qırıqlığının da qarşısını alanlardan biri də bizik. Çünki biz sağlam siyasət yeridirik və bu siyasətin də artıq genişlənməsində mən deyərdim ki, məsafələr elə bir maneə kimi görünməli deyil. Çin özü də bizdən uzaqdır, Afrika da bizdən uzaqdır, ancaq biz artıq çox yaxında onların hamısını hiss edirik və bu bir daha xatırladıram ki, bizim diplomatiyamızın uğurudur. Çox sağ olun, hörmətli qonaqlar, minnətdaram sizə maraqlı çıxışlarınıza görə və eləcə də mən tamaşaçılarımıza çox sağ ol deyirəm, çünki bizimlə bərabər idilər bu dəqiqələrdə. Salamat qalın, biz növbəti efirlərimizdə bu mövzunu davam etdirəcəyik.